Sən Allah bunları bağışla. Hoşçakalın xanım, nə tər bağışlayın. Özləri fikirləşsin, görsün, nə tər eləyiblərsə, mən də onları bağışlayayım deyib. Bəli. Yəni ki, daha elə bir yer yoxdur da, Dayvo, nə bilim, metro, televizor, nə bilim, daha elə parod eləyiblər, daha Allah'ın olsun işə çıxmıyor. Yox, bilirəm, onunla bağlı Xavər xanım bir iş başladı, Nemət bəyin vəkilidir. Amma indi o birilərlə işim yoxdur, bu Ənvərlə Həsrət mənim dostlarımdır. Sizə görə gənə indi belə barışaram. Bir atama da verək mikrofonu, hə, necə? Belə barışa bilirəm, İdayət əmin sözünə, İdayət əmin xətrinə gənə bağışlayıram onları. Amma mən öz halallığını istəyirsən. Yəni o qazandıqlarından versinlər. Bəli, biraz. Biraz olsalar. Biraz da, biraz deyim. 50 çoxdur da, 50 min demişsən, o çoxdur. Çox. Mən onun nətər, hardan alım verim? 50 minləri yoxdur, o indi biraz... 50 olmasın, biraz aşağı olsun. Neçə məsələn? 75 manat. Yox, 75 manat. Əmələ gəlmədi. Başım bağlıyır. O boyda dünyayı dağıdıb Amerikadan belə bir şey edirsiniz, parod edirsiniz. Biraz da indi siz de indi baxın da, indi özünüz baxın. İndi nə qədər qazanıbsınız, yarıdan da biraz az kömək edin. Yəni 30% heç 30%. Burada bir kalkulator var, şokka var burada. Həzrət bir hesabla görüm. Təxminən 15 min eləyir, 15 min manat. Hələ də çoxdur, yox, hələ də. 15-in də 30%. Ondan 2-0 çıxsaq 2-0. Amma biz sizi sevdiyimizdən parodiya eləmişik də. Sevdiyindən elibsən hər adamı parodiya edir. Parodiya eləmirik. Sevilən adam parodiya edilir, hər adam parodiya edilmir ki, onda mənim yerim olsa neyniyərsən? Məni də parodiya edir. Mən əksinə onunla qürur duyuram. Deməli, mən varam, insanlar məni sevir və onlar da təlabata uyğun məni parodiya edir. Mənə vaxt verin, Nərmin, nə olar, rica edirəm. Siz məsələn 50 min istəyirsə, düzdür? Bax, o bir sən olmuşsan, içimdən gəlir ki, yox, anam, əmələ gəlməz. 50 min yox. Gördünüz, gəlmişsiniz. Qapı. Yenə ispan. Yox, gəl beləliyək, qoy atamla bir görüşsünlər bunlar. Əyləşin atamla bir danışsın. Ümid sədaqə. Bunu barışığı olsa atam barışdıracaq. Qoy otursunlar söhbət edin. Çünki həqiqətən, yəni bu bir zarafat deyil. Nemət kişi... O pul da zarafat deyil, xoşbədəm xanım, 15 minə bax. Mən hələ onu 3 bəyiz əlimdə tutmamışım 15 minə, hələ indiyək.